Tovuzdan ayrılanda bizi izlemeye devam edin. Tezlikle sizinle yine de görüşəcəyik demiştik. Her haftanın çarşamba günü olduğu kimi bu haftada eyni saatte sizin görüşünüze gelmişik. Amma başka bir rayondan. Sizi Ağstafadan salamlayıram. Səyahət karvanımız Tovuzdan qayıdarkən Ağstafaya keçdi. Əlgərəz biz Ağstafadayıq. Ağstafa rayonu Azərbaycanın ən qədim rayonlarından və ən qədim insan məskənlərindən biridir. Rayon Azərbaycanın qərbində, Böyük Qafqaz dağlarının ətəklərində, Gürcüstan və Ermənistan respublikaları, Tovuz və Qazax rayonları ilə həmsərhəddə yerləşir. Azərbaycanın ən böyük çayı olan Kür və Kürün qolu Ağstafa çay, eləcə də bir neçə kiçik çay bu rayonun ərazisindən axır. Əlverişli təbii coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir. Ərazidən tapılan qədim paleolit abidələri bu bölgənin insanın əmələ gəlməsi regionlarından olmasını təsdiqləyir. Ağstafa rayonu inzibati rayon kimi 1939-cu ilin yanvarın 24-də təşkil olunmuş, 1959-cu il dekabrın 4-də ləğv edilib Qazax rayonuna birləşdirilmişdir. 1990-cı ilin aprelindən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qazax rayonundan ayrılaraq yenidən rayon statusu almışdır. Ağstafa rayonu bir şəhər, 9 qəsəbə və 29 kənddən ibarətdir. Yəqin son model maşınım diqqətinizi çəkdi. Neyniyim? Dağa daşa ancaq beləsi yarayar. Atdan düşüb eşeğe minirəm, eşekten de maşına. Maşallah, pis getmir. Eşitmişəm ki, Ağstafa çox qədim bir rayondur. Muzeylərdən, tarixi məskənlərdən, gözəl məkanlardan heç körluq çəkmir. Elə mən də bu xəbərlə Ağstafaya bir neçə günlük qonaq olmaq istədim. Hə, yadıma düşmüşkən, xalq şairi Hüseyin Arif'in belə bir şeirini oxumuşdum. Rəhmətlik deyirdi ki, Hüseyin Arif'i axtaran bir gün düşər sorağına Ağstafanın. Gəlmişkən belə qərara gəldik ki, xalq şairini də hörmətlə yad edək. Elə bir lap zamanında gəlmişdik. 1924-cü il iyunun 15-də Ağstafada doğulan Hüseyin Arif'in 85 illik yubileyi Ağstafa əhli tərəfindən qeyd edilirdi. Eşitdiyimizə görə sevilən şair, mülayim təbiətli insan olan Hüseyin Arif də bizim kimi daim səyahət etməyi, gəzməyi çox sevərdi. O gəzər, görər, sonra yazardı. Ölməz şairin dünyanın hansı ölkələrinə ayaq bastığını deyə bilmərəm. Amma oxuduqlarımdan belə başa düşürəm ki, Azərbaycanımızı az qala addım-addım, oymaq-oymaq gəzərdi. Gördüklərini də poeziyaya kökləyərdi. Yaş ötdükcə tələsirəm, gəzmək üçün, görmək üçün, zirvədəki qar qalığı, dərədəki çiçək üçün. Biz gördüklərimizi Bəxtiyarın kamerasının gözü ilə sizə çatdırırıq. Ölməz şair də qələminin gücü ilə. Yaxşı ki, böyük şəxsiyyətləri xatırladan ev muzeyləri var. Bu muzeylər həmin şəxsiyyətləri indi görər kimi gözümüzün önündə canlandırır. Elə yolumuzu Ağstafadan salmışkən, xalq şairinin də ev muzeyinə baş çəkdik. Şairin sazı, geyimi, şəkilləri, əl yazmaları sanki bir neçə illər əvvələ qaytardı bizi. Muzeydən çıxanda qapının üzərinə yazılan şeir çox diqqətimi çəkdi. Axtar babaları, axtar Hüseyin, bir gündə nəvələr axtarar səni. Elə bil, sənətkar özündən neçə il əvvəli görüb yazıb bu şeiri. Bugün biz də böyük Hüseyin Arif'i axtardıq və bir daha xatırladıq. O sağlığında rəhməti qazanmış bir insan idi. İndi biz də deyirik,
Allah sənə rəhmət eləsin. Xalq şairinə Allahdan rəhmət diləyib yolumuza davam edirik. Deyirəm, ay bəxtiyar, gələnin bir gün mütləq gedəcəyi bir yer var. İndi addım-addım gəzdiyimiz bu torpağın altıdır orada. İndi üstündə gəzirik. Vaxt gələcək, bizi qoynuna alacaq. Əbəs yerə ölümdən söz salmadım. Eşitmişəm ki, Ağstafanın Poylu kəndində yaşı bilinməyən bir qəbristanlıq var. Yolumuz bura düşmüşkən deyirəm, bəlkə bir orada baş çəkək. Tovuz səfərində duraxanı çalan Aşıq Ələsgər bu havanı bir də ancaq Ağstafalı Aşıq Şəhadətin çala biləcəyini demişdi. Biz də tənbəllik etməyib Aşıq Şəhadəti axtarıb tapdıq. İki aşığı bir-birləri ilə üzləşdirməyi də qarşımıza məqsəd qoymuşduq. Siftəni tanışlıqla başlamaq lazım idi. Biz də başladıq. Hər bir mahalın gülü olduğu kimi, hörmətli tamaşaçılar, təbii ki, bu mahalların da hər yerinin özünə xas, necə deyərlər, məşhur aşığı var. Tovuzda Çopur Ələsgəri çəkdik, yanında ona yoldaşlıq eləyən Aşıq İdris də vardı. Amma bugün təbii ki, Ağstafada tanış olacaqsınız buranın məşhur aşığı və ona yoldaşlıq eləyən hansı aşıq olacaq? Onu da biləcəksiniz. Salam əleykum. Aleykümselam. Necəsiz aşıq? Şükür Allah'ın məsləhətinə laf yaxşıyam baba. İnşallah yaxşısınız. Yəni. Canınız, başınız, səhətiniz. Laf yaxşı, laf qəşəng, laf gözəl. Sizi Ağstafada çox insan tanıyır. Respublikada tanıyırlarmı? Elə tanıya tanımırlar, aşıq ol, aşığı tanımıyorlar. Aşıq kim deyirlər? Aşıq Şəhadət Gülməmmədov, Nəsiboğlu dağ kəsəmə. Deməli, Aşıq Şəhadət Gülməmmədov, Gülməmmədov, Dağ Kəsəmən. Nəsiboğlu dağ kəsəmə. Dağ Kəsəmən. Çox gözəl. Aşıq Şəhadət. Bəli.
Tovuzda Çopur Ələsgəri çəkəndə dedi ki, Ağstafada varsa köhnələrdən bir dənə Aşıq Şəhadət qalıb. Bəli, düz deyil. Nə deyirsən Çopur Ələsgərə? Düzmü deyib? Mənim məslək yoldaşım nətər düz demir. O məndən haldı, mən də ondan. Sənətimizdən halıyıq bir-birimiz. Eləmi? Yəni Çopur Ələsgər Tovuzda belə deyək də xod gedirmi? Gedirdi, indi daha yorluqluyub, qocalıb. O da mənim kimi. Oturur yəni. Hə. Aşıq, salam aleyküm. Aleykümselam. Nətərsiz? Çox sağ olun. Yaxşı olasınız inşallah. Sizi də tanıyaq. Aşıq Hüseyin Əzizoğlu. Aşıq Hüseyin Əzizoğlu. Bəli. Siz də bu qədim aşıqlardansınız, onların əlindən su içibmisiniz? Bəli, mən ilk dəfə gözümü açanda evdə saz olub, atamın sazı olubdu. Yavaş-yavaş atamdan biraz öyrənmişəm. Ondan sonra sənətə yaxşı yiyələnmək üçün rəhmətlik Aşıq Aslanı yanında olmuşam. Ağstafada. Bəli, bizim bu Sudandır. Karfi aşıqlardan biridir. Allah rəhmət eləsin. 1969-cu ildə Aşıq Aslanın yanında olmuşam. Bu sənəti ondan öyrənmişik. Bir də Allah canını sağ eləsin, Şəhadət kişidən. Şəhadət kişi bu havaların, havacatın, saz sənətinin, aşıq sənətinin gözəl bilicisidir. Bizim ağsaqqalımızdır. Şəxsən mən minnətdaram bütün aşıqlara, rəhmət oxuyuram dünyadan gedənlərə, qalanlara can sağlığı. Nə öyrənmişik, onlardan öyrənmişik. Onlara minnətdarıq, onların qarşısında həmişə baş əyirəm mən. Neçə yaşın var Aşıq? Mənim 62 yaşım var. 62 yaşınız Bəli. var, hələ də öyrənirsiniz. Bəli. Kimdən öyrənirsiniz? Bax, belə ustadlardan. Aşıq Şəhadətdən. Bəli, Aşıq Şəhadətdən, Çopur Ələsgərdən, yəni o gözəl sənətkardır. Bax, yaşlı bulardır. Sizin də tələbələriniz varmı? Bəli. Neçədir? 1983-cü ildə mən dərs deyirəm. Ay maşallah. Aşıq, sırf sazlıq. Sazdır, bəli. İlk dəfə Hüseyin Arifə mini rəhmət. Ona görə ki, o çoxlarına çörək veribdi. O cümlədən Aşıqlar evini ilk dəfə o Ağstafada yaratdı. Həm də musiqi məktəbini yaratdı. Həmin musiqi məktəbində ilk saz müəllimi mən olmuşam. Bircə il dərs deyəndən sonra, ondan sonra cavanlıq idi, dözmədim. Sonra Aşıq Şəhadət Aşıqlar evində başladı dərs deməyə. Bəli, bu günə kimi hardasa bir 89 tələbəm var. İndi onun birini görəcəksiniz burada. Hələ cəmi bir 13 yaşı var, bir qız uşağıdır, odur gəlir özü də. İndi baxarsınız, mən deyə bilmərəm ki, mən kamil üstüyəm, belə kamil sənətkar öyrədirəm. Başardığımı öyrədirəm ki, yəni bu sənətimiz itməsin, bu sənətimiz itib batmasın, sənətimiz yaşasın, xalqımız yaşasın, dövlətimiz yaşasın, var olsun. Gəl əyləş orada bacı, gəl otur orada. Əfsanə, gəl əyləş. Görüm sənin müəllimin dediyin qədər sən varmısan? Bunun sazı, bu sazlardan istifadə edə bilərmi? Elə mənimkindən də çala bilər, nə olasın? Yaxşı, ver indi onu. Görək, otur orada, otur mən gətirirəm, otur. Al bunu. Hələ sənə növbə çatacaq. Aşıq Şəhadət. Bəlkə Aşıq Ələsgərlə danışasan? Niyə Hə? danışmıyorum? Olar mı? Bu Öyle. telefon bağlantısı eləyək də. Çünki mən Tovuzda çəkəndə səni çox ballandırdı. Dedi ki, köhnələrdən qalıbsa bir dənə Aşıq Ələsgər dostu Aşıq Şəhadət qalıb. Alo. Salam aleyküm. Salam aleyküm. Çopur Ələsgərdir. Ben Çopur Ələsgərdir. Səbuhidir. Ha, Nə arayısınız? sağlığı öydəyəm, bana beyaz tanışmadın mı? Nə edirsən? Deyirəm ben, ay abi. Ay Aşıq Ələsgər. Bəli, Şəhadət yanımdadır. İndi nə deyirsən Şəhadətə? De görüm. şəhadətə belə can sağlığı deyirəm. Hə, Ömür uzunluğu deyirəm. hə. Balalarının sağlığını istəyirəm. Sağ ol kardeş. Ailəsinin sağlığını istəyirəm. Aile var. Sənətində necə ki, sağdır, nəfəs üstündə, sənətində daha da mükəlləmdir. Və bundan artıq da mükəlləşəcək o. Elə onu parmaqlarının qədəsini alayım. Bu Azərbaycanda bircə nəfərdir, bir nəfər. Hə. O bizim mənim ustam vardı, Aşıq Qədir. Hə. Ay sahibi eşidirsən mi? Eşidir. O deyirdi ki, ay sağlar, Aşıq Əkbər, Aşıq Ələsgər,
məni əri kiralı gəzəcəksiniz. Vallahi indi kiralı əri kiralı onu gəzərik. Üstad kimi. İndi əri kiralı saadəti gəzəcəklər, gəzəcəyik hamımız. Aşıq Ələsgər. Bundan artıq nə deyim ona? Ay Aşıq Ələsgər. Habəri. Bu dəyişmədə bəlkə sən də olardın, yaxşı olardı. Deyir, mənim tayın tuşum yoxdur Ağstafada. Vallahi qəribə. Hə, Vicdan haqqı deyirəm. Bax, bir aydan sonra, hə. bir saatdan, 2 saatdan sonra o quşun tüyezinə toya edəcəm, toya çağırıblar. Hə. Elə belə qonaq kimi, ha, o çalıb çağırmaya, özünə qohumdur. Hə. Qonşuyum. Hə. Yoxsa belə canla başla gələrdim ha. Biz bilsəydik Aşıq Şəhadəti tapacağıq, səni çağırardıq da. Qayın bir gün gələk xəbər verin. Hə. Bu sən Tovuzda Duraxanı çaldın ha. Ha, Dedin ki, onu Ağstafada ancaq Aşıq Şəhadət çalar. ancaq çaldı mı? Çalacaq da, söz versən mi Aşıq? Ha, nereye çevirdiniz? Onunla onun əlindən hava qaçar. Allah canını sağ eləsin ay Aşıq Ələsgər. Siz həqiqətən Respublikanın fəxrisiz. Sağ ol ay sahib, sağ Bax, ol ay sahib. bax sizin yanınızda sizə belə deyək də yoldaşlıq eləyən Aşıq İdris vardı. Burada da Aşıq Hüseyn var. Bəli, 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 bəli. Hə, indi görək bunları dəyişdirə biləcəyikmi? Bunların arasında da yerlə göy qədər fərq var. İnşallah, ha, qardaşım. Sən indi burada olsaydın sən bunu taytuşsan da istər istəməz. Böyle biraz göy boynuz da ama o biraz nari gibi koşarlar, hayır. Dakikanın kocası olsa da ağır. Sırf sen mecbur. Biz geçerken önemli olmaz. Sevgili koca olsa gene. Neyse abi. Dəyər min cavana. Ha, ay tamam. Məştubat kimi. Bəli, bəli. Sağ ol Aşıq Ələsgər. Əksik olmayasa. Sağ ol, sağ ol. Aşıq, bu deyir ki, ailənlə bərabər olasan. Sən də dedin ki, ailə varmı ki? Nə demək? Yalan demirəm, düz deyirəm də. Yoxdur mu? Ailə deyəndə başda arvad gedir də. Ondan Hə. sonra uşaqlar. Yoxdur mu? Yox, yoxdur. Nə olub? Rəhmət eydir, nə olacaq heç? Allah rəhmət eləsin. Ağlayıbsan marxasınca, kişi kimi. Kişi arvad dalınca ağlayarım. İndi bir el adəti ilə bir qapıya geçsək, istəsək, halal süd əmmişdən evlənərsənmi? Ay bu diliyin ağrısılarım, nəyəmə yaşayacaq verirsən. Sən al evlənərsən. Mənə niyə pulum var, param var, Ay öl maşallah. var, eşik var, dolanma var. Ha. Amma o büyündən sonra mən bilsəydim evlənməzdim. Belə bir şeir deyirdin ha sən. Hə. Onu de hələ bir. Mən dedim evlənərəm, mənim kərvadım olar. Biri evimin yaraşığı, bir ağzımın dadı olar. Törüyər hər birinə bir neçə evladım olar. Bilsəydim iş belədir, vallah mən öylənməzdim. Hə, qohum qardaş gəlin, baxın yazıq məhərrəm halına. Gündə 100 yol tüfürürlər mən yazığın saqqalına. Elə bir cadı yazdırıb Zalxa xanım atlanına. Bilsəydim iş belədir, billah mən öyrənməzdim. Hamımız belə bütün cəmaat olaraq, bütün tamaşaçılar olaraq, kütlə olaraq dua eləyək, xeyir dua eləyək, Aşıq Şəhadətə qoy bir halal süd əmmiş tapsın. Bu qalan ömrünü də qoy elə cüt sonalar kimi başa vursunlar inşallah. Sizi tanıyaq, adınız nədir? Əfsanə Kərimli. Əfsanə Kərimli. Neçə ildir saz öyrənirsiniz Aşıq Hüseyindən? 2 ildir. 2 ildir. Amma Aşıq Hüseyin yaman sinəsinə döyür ki, mənim tələbəm neçə nömrəli tələbədir bu Aşıq Hüseyin? Hə. Yəni 65 nə? Hə, 65-ci tələbədir bu. 65-ci tələbədir, amma sinəvə döyürsən ki, əfsanə necə lazımdır, elə də ifa eləyir sazda. Nə çalsın? Nə çalarsan? Əfsanə. Cəngi Koroğlu. Cəngi Koroğlu. Çal hələ bir. Sonra sizə söz verəcəyəm. Qoy bir cavan sözünü desin.
Kəndə misri qalıncı qəmzəsi qana boyana, a boyana, a boyana, hey, a boyana. Qəmzəsi qana boyana, a boyana, a boyana. Qəmzəsi qana boyana, a boyana, a boyana. Aşıq Hüseyin, sizi aşıq eləyən hava ən birinci xatırınızdandırmı? Bəli. Hansıdır o? 6 yaşım var idi. Hə. Payız ayı idi, iməcili idi. Hansı ki dedilər ki, Evimizdə- bu Aşıq Hüseyindir. Onda evimizdə də yığılmışdılar iməciliyə. Onda yadıma gəlir belə lap çətinliklə. Onda baş beyti oxumuşam. Osman Sərvəlinin şeiri. O yadıma Oxuyarsınızmı indi? oxuyaram. Əfsanə bacı, gətir ver sazı, ustadın sazını. Baş dübeyti. Bəli, ilk dəfə onu oxumuşam, ancaq əvvəlcə ustad oxusa yaxşıdır. Ustadla sonluq verəcəyik. Eləmi? Hə. İcazə versə, Başladı, bismillahını elədi ustad, elhamdülillahını da ustad eləyəcək. icazə versə bir hava oxuyarım. Aşıq Şəhadət, icazə verirsənmi dilindən götürərsə? Oldu, belə ixtiyar var oxumaq. Oldu, vəssalam. Baş dübeyti Aşıq Hüseynin ifasında, hörmətli tamaşaçılar, Ağstafa aşıqlarından Aşıq Hüseyin. Ay biye çağırırım uzaklardan haray dağlar, haray dağlar, haray dağlar, haray dağlar. Saçlarıma yağar oldu, saçlarıma yağar oldu. Qaray dağlar, qaray dağlar, qaray dağlar, qaray dağlar. Beyvafaya gönül verdim, beyvafaya gönül verdim. Cefasını şehdim gördüm, şehdim gördüm. Sana değil derdim, sana değil derdim. Varay dağlar, varay dağlar, ay varay dağlar, ay varay dağlar, oy varay dağlar, varay dağlar. Aşıq Şəhadət. Canım bir bəla. Bu, görək Aşıq Ələsgərin dediyi kimi Duraxanı ilə əmələ gələrmi? Gələrmi əmələ?
Gələcək. Gələcək. Hələ ki kökləyirsən. Yaxşı. Amma bu sən qədim aşıqsan da. Köhnə kişisən. Köhnələrdən bəlkə Duraxandan qabaq nəsə bir şey oxuyasan? Hə? Şeir kimi. Hə, olar, niyə olmaz? Nə oxuyacaksın, nə ifa edəcəksən? Yəni, bayaqdan deyirsiniz, ərəbi çal oxu deyirsiniz. Ha, bu ərəbi çox eşitmiş, hə? Amma deyirlər onu ancaq köhnə aşıqlar bilər, bunu. Aşıqlar yox, aşıq şəhadət bilər. Görürsən mi, ha, Bəxtiyar? Aşıqlar yox, aşıq şəhadət bilər. Hansı ki, Ağstafada bu elin, bu obanın oğludur, yetirməsidir. Onun ifasında ərəbi. Gemi geliyor, yan veriyor, İstanbul nişan veriyor. Anacan yaralarım, bilesen ki kan veriyor. Anacan yaralarım, bilesen ki kan veriyor. Maşallah. Aman Allah, aman Allah, aman Allah təcəli, beləymiş əcəlim. Aman Allah təcəli, beləymiş əcəli. Bu dünyanın axırı, beləymiş əcəli. Bu dünyanın axırı, beləymiş əzəlim. Bu dünyanın, bu ərəbidir. Bu nədir bu? Bu da Duraxanı. Dur, hələ də Duraxanını çalma. Bir dəqiqə dayan. Çalmayıb ya. Hə, Duraxanın ayrıca yeri var. Çünki mən o Duraxanıya görə gəldim, tapdım səni ki, görüm Aşıq Ələsgərin, Çopur Ələsgərin dediyi kimi varsan, yoxsa yox. Ki, dedi onu ancaq çalsa Ağstafa aşıqlarından ən köhnə aşıq olan Aşıq Şəhadət çalar. Oxuya da bilərsənmi? Oxuya da bilərsənmi? Ələsgər yalandan danışmaz, düz deyib. Oxuya da bilərsənmi aşıq? Ağ səsindən oxuyaram da. Ay sağ ol. Belə yavaş-yavaş. Ay sağ ol. Olar. Dayan, be Allah. Narim, qızmışam, qoy. Hələ sənə lazım olacaq bu enerjini topla. Hələ xərcləmə. Qoy sözümü deyim, həmən bu Duraxanı ilə sonluq verəcəyik. Bu aşıq məclisinə. Aşıq Hüseyin, çox sağ olun. Təşəkkürlər. Həmişə bax belə aşıq sənətində var olasınız. Təbii ki, Aşıq Şəhadət bayaq buyurdu. Bu dünyanın axırı beləymiş əcəli. Ay sağ ol. Yəni, onsuz da bu dünyadan gələn gedir. Kimsə nə iləsə tanınır, iz qoyur, gedir. Yaxşı, xeyirli işlərdə iziniz olsun. Necə ki, ustadlar qoyub gedib, hələ də onlar xatırlanır, anılır. Hətta onları haqqında danışılanda da görürsünüz ki, kövrəlir bəzən insanda. Ki, necə həyat yaşayıblar, keşməkeşli həyat yaşayıblar. Amma bu sazı sözü də əldən verməyiblər. Niyə? Çünki xalq üçün. Çünki bu xalqın malıdır, xalqın məhsuludur. Bunu ancaq yaşatdırmaq və yaşatdırmaq lazımdır. O da kiminsə çiyninə düşür. Müvəffəqiyyətlər sizə. Aşıq Hüseyin, sizi də sağ olun. Əfsanə balamız kimi neçə dənə tələbəniz var. Aşıq Şəhadət də artıq sözünü deyib, aşıq sənətində. Və bugün, hörmətli tamaşaçılar, Ağstafada səyyahın səyahəti davam edir. Aşıq Ələsgər dediyi kimi biz Tovuzda çəkdik. Aşıq Ələsgər buyurdu ki, Ağstafada ancaq Duraxanını Aşıq Şəhadət ifa eləyəcək. Aşıq Şəhadət, mən son sözümü də sənə deyim, sonra sözüm varsa deyərsən. Amma indi nə sözüm var, de. Nə sözüm olacaq atam hanım? Sözüm budur ki, Allah Teala sizə canınıza can sağlığı versin. Bizi kimi qocaları, yəni ağsaqqalları yad edib gəlib,
elimizle bir de gösteriyorsunuz. Bundan büyük şart var mı? Bizə dilədiyin can sağlığını da Allah 2 qatını sənə nəsib eləsin ki, sən də bu elin obanın başından əksik olmayasan. O ki qaldı o incə məsələyə, hansı ki ömür gün yoldaşı axtarırsan. Ay camaat, duyduq duymadıq deməyin. Aşıq Şəhadət özünə... Familimiz addı hamısını qoyulsun. Aşıq Şəhadət kim? Aşıq Şəhadət Gülməmmədov Nəsiboğlu. Aşıq Şəhadət Gülməmmədov Nəsiboğlu Ağstafada duyduq duymadıq deməyin. Dağ kəsəməndədir. Özünə ömür gün yoldaşı axtarır. Kim razıdırsa bu kişiyə səbəbkarlıq eləsin. Mən indidən deyirəm ki, Allah kim səbəbkar olacaqsa Allah ondan razı olsun. Gəlsinmi Duraxanı? Gəlsin. Gəlsin. Çölül Məcnun kimi yaylay dağlara. Çölül Məcnun kimi yaylay dağlara. Əylən lavlanın dudağından öp. Əylən lavlanın dudağından öp. Pərvana tək dolan yarın oy başına. Pərvana tək dolan yarın ay başına. Dilindən dişindən dodaq bundan öpəm. Manam anam, manam anam, manam anam, manam anam. Dilindən dişindən dodağından öp. Bağçalar titrəşir bardan ötəri. Bağçalar titrəşir bardan ötəri. Almadan heyvadanlardan ötəri, 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 ötəri. Divar qanlı Abbas yardan ötəri. Divar qanlı Abbas yardan ötəri. Dur Şahmərdanın ayağım. Bundan öpay, labalay, lay, labalalay, labalalay, labalam. Dur Şahmərdanın ayağından öp. Böyük Qafqaz dağlarının ətəklərinə baxanda adamın könlündən dağlarda gəzmək keçir. Əgər dağ varsa, deməli yaşıllıq var. Əgər yaşıllıq varsa, deməli qoyun-quzu da var. Uzaqdan gözümüzə qoyun sürüsü dəydi. Dedik ki, hələ bir dağa da çıxaq. Həm dincələrik, həm də bəlkə söhbətləşməyə adam da taparıq. Elə təzəcə dağa dırmaşmışdıq ki, qarşımıza əlində çomağı, başında papağı olan bir gənc çıxdı. Görkəmindən çobanı xatırlatdı bizə. Amma görmüşdük ki, çobanın yapıncısı olar. Yəqin bu müasir çobandır. Yapıncısı olmasa da olar deyib ona yaxınlaşdıq. Ay qardaş, salam aleyküm. İtlərin var mı ağrını alayım? Dinən tutmasınlar, Bakıdan qonaqlar gəliblər. Hə? Dil bilsən deyərsən. Allah köməyin olsun. Nə tərsən? Nə versən? Yaxşısanmı? Allahın salamı. Görmüşük o vaxtı çobanlar qoca kişilər olardı yapıncı ilə. İndi bir dənə potuqlarım var. Bir də bu şalvar nədir? Cinsdir də bu.
Bir də bu nədir? Bu da Kutqat. Yapıncı kimi şeydir də bu da, müasir yapıncıdır. Adın nədir gənc? Nicat. Nicat, neçə yaşın var? Mənim 18. 18 yaşın var, çobanlıq eləyirsən. Hə. Allah canını sağ eləsin. Gəl qoyunların yanına gedə-gedə söhbət eləyək. Nə söhbət edəcək? Belə Çoban adamam, nə bilirəm. Səhər tezdə neçədə çıxırsan? Mənmi? Hə. Bu vaxta baxır, hava yaxşı olanda saat 7-də də, 8-də də, Hə. 6-da da belə. 6-da çıxırsan. Aha. Sən Allah bax qorxmursan bu dağda daşda. Hələ bəxtiyar bax da bu dağlara zada bax. Hələ bu arxaya bax. Gör nə burada hamısı dağların qoynunda. Neçə yaşın vardı? 20? 18. 18 yaşın var maşallah. Neçə il yaşayarsan bu dağlarda sən Allah? Bu dağlarda ömürlük. Nə qədər? Neçə Allah babam nə ömür versə o qədər. Allahına da qurban olum sənə də. Mənə bax. Qorxmursan bu canavardan zatdan sən Allah kişi kimi. Çobançı da canavardan qorxdu, o çoban ha diyor, ağacı tullasın, varsın, oynayırsın. Elə. Saat 6-da çıxırsan, hələ qaranlıq olur hava. Hə. Çıxırsan mı 6-da? 7-də deyək. Hə. 6 mı düz, 7 mi düz? 6. 6 dümmələm Hə. düzdür. Çıxırsan, qoyunlarla bir çıxırsan. Nə qədər qoyun tutursan? Nə təri? Yəni güdürsən də neçə qoyun olur? 100, 200. 100 də olur, 200 də olur, baxır o. İndi burada nə qədər var? Burada 200 dənə. Hələ gəl bir gəl. 200 dənə qoyunu neçə it saxlayır? Yəni güdür. Sənlə bərabər. Yaxşı it olar, 2 dənə də saxlayır, 3 dənə də itə baxır, o istəyirsən 10 dənə saxlayır. Sən itin üzünə baxan kimi bilirsən bu qriyyətli itdir. O indi itin üzünə baxmaq əlbəttə ki, bilinir ki, bu nədir, bu nədir. Bax indi yaxşı. Neçə ildir sən bax qoyun işinə baxırsan, güdürsən də qoyun. Elə bil 18 yaşım var, 18 ildir mən bu qoyundayım. Ay nə danışırsan Hə, sən? özümün Hələ sən qanamdan. doğulan kimi səni Hə, elə olur. qoyunların işindən buraxdılar. Hə, mən Oo. doğru dürüst məktəbə getməmişəm. Sən Allah. Allah 2 üstə gəl 2 nə eləyir? 4. Allah sağ eləsin səni. Bax indi məktəbə deyirsən getməmişsən, sözün içindən söz çıxır. Sən nəyi bilmirsən? Bax, nəyi bilmirsən? Vəziyyətdən bilmirəm, çox şeyləri bilmirəm. 2 üstə gəl 2 bildin də nə? O elə belə şeydir. Bunu qoca arvad da bilər. Və vurma cədvəni bilirsən? Yox, yox. Allahına qurban olum. Bilmirəm. 2 vurulsun 2 nə eləyir? 13 daha bilmirəm. Allah səni sağ eləsin. Çörəyin bol olsun, canciyər. Yaxşı, baxın neçə il sən bax bu işlə məşğul olasın. Açıl biraz bu kəndlərin kəsəkdən, çıx get nə bilim haralarasa. Nəsə bir sənət sahibi ol da nə? Yox, biz indi çoban adam elə sənətimiz budan. Deyirsən dədə baba ilə çoban ol. Hə, belə olmuş. Dədən dururmu, yaşayırmı? Hə, yaşayır. Hə, maşallah. Nə işin sahibidir? O da elə bizi kimi belə bağa yana üstümüzdə maşınla gedir, gəlir işinə. Sizi nəzarət edir. Hə. Ki yəni ay nə qarasın, qoyunlar zaxdan Hə, bizim yerindədir. yeməyimizi, çörəyimizi, hə, qoyunumuzun dərdini dərmanı. Nə vaxt gələsidir nahar? Nahar nə bilim saat 1-3-ə 4-ə gələr. O mən özüm bişirirəm burada yeməyimi. Nətər bişirirsən? Harda bişirirsən? Göstərsənə bir. O gəldiniz ha? Hə. Orada yataq var idi. Ha o yataq. Bərdəşə aşağıdakı. O. Hə. Bax deyər görürsən o yatağı. Bax. Bax o bu tərəfdəki yox, bu tərəfdəki yataq. Gördünmü? Ay sağ. Bax o yatağa gedir. Adın nə idi? Nicat. Nicat gedir o yatağa, yeməyini yeyir, naharını eləyir, bir də gəlir qoyun quzunun yanına. Hə. Bəs qoyun quzunu da apararsan mı ora? Qoyun quzuyu da xalxala yığacam, itimin yalını çalacam, yəni yeməyini. Aha. Nahar vaxtında. Hə. Özüm üçün də yeyəcəm. Biraz belə- uzanırsan heç olmasa. İndi hava sərinlikdir, yox. Uzanmırsan. Yox, ancaq ki qoyun otu yedir. Yox, naharını elədin, uzanmırsan. Yox. Bir də çıxırsan təzədən. Hə, bir də çıxıram dağlara. təzədən, hə. Ha, qoyunlar getdi. Har yesi arxasını edəcək. Olurmu canavar sən Allah? Hə, Görmüsənmi heç? görmüşəm. Nə var Dünən sən? savaq gördüm, buradan gəldilər, birlikdilər. Hücum eləyirlərmi, girirlərmi? Yox, yanımızda it olanda elə yox. Canavara deyirlər, ay ha vaxt çıxırsan dağlara, deyir, ay mənim işim elə bağlıdır da nə? El ha vaxt çıxırsa mən də o zaman çıxıram. Ona nə var? Gecə də gəlir, gündüz də gəlir. Çoban ki yatdı, qoyunu gözündən buraxdı, Hə. gəlib qırmalıdır qoyunu. Hə. Bax deyək ki, Allah göstərməsin, Allah göstərməsin, səndən uzaq. Bütün o kim ki sürüdən məsuldur, çobanlardan gedir söhbət. Allah canınızı sağ eləsin, çörəyinizi bol eləsin. Birdən deyək ki, gəldi. Gəldi, itləri hayləyəcəm, qıyləyəcəm, Nə tə hayləyirsən? Haylə hələ görüm itləri. Haylə deyək ki, məsəl üçün canavardır.
Gəlib. Hə. İndi bu itləri haylamaqla bunlar gedəndə oraya. Hə. Gərək bir şey görək ki, tərpənə. İt gərək nəsə bir şey görsün. Yoxsa yalandan Halyanda nə tə halirsən? Kö. Et qoyma, et, nə bilim, manqırı, bəri halayıram, qıyılıram, çıxır var. Hələ bir dənə belə həyəcanla bir hayla görüm hələ iti. Et qoyma! Yuuu! Et, tey! Et qoyma! Yuuu! Dağlara baxanda ağlıma bir şey gəlir. Elə bilirəm ki, dağlar ona görə hündürdür ki, yerdə olanları görə bilsin. Bu gənci də öz qoynuna alıb Ağstafa dağları. Doğrudan da harda könlün xoşdursa, orada qalmağa da davam et deyənlər necə də düz deyib. Bu qardaşımız da çobanlığından zövq alır. Əgər işimi mən də onun kimi sevsəydim, yəqin ki, çobanlıqdan heç vaxt əl çəkməzdim. Söhbət dağlardan düşmüşkən, bayaq da qeyd etdiyim kimi, Ağstafa ən qədim insan məskənlərindən biridir. Ən qədim insanlarsa dağlarda, mağaralarda yaşayıblar. Elə Ağstafada da adı ilə məşhur hər adamın çıxmağa risk etmədiyi mağaralar var. Mən də bu mağaraya çıxmağa qərar verəndə ətrafımda olan kənd cəmaatı canından bezmisən, dedilər. Dedim, əşi, marağım mənə canımdan əzizdir. Çıxacam o mağaraya. Vəssalam. Məni qurd-quş yesə də, lap oradan aşağı düşsəm də. Amma nə gizlədim? O mağaraya çıxmaq bir dərd, oradan düşmək iki. Dedim, çıxım, düşməyini sonra fikirləşərəm.
Biraz çünkü qayaların üstü həm yosunludur, həm də yaşlı, hardansa su axıb. Görürsən buranı? Dağkəsəmən kəndində, hörmətli tamaşaçılar, dünya əhəmiyyətli bir abidə, tarixi bir mağaradır. Amma yaşı filan da bəlli deyil, tarixçəsi də tam olaraq bəlli deyil. Yəqin ki, alimlər bu yerlər haqqında tədqiqat aparıblar və biz də bunu çəkib səyyahda ortaya çıxardırıq. Çox fərqli məkanlar var. Demək olar bu kəndin ən ucqar yerindəyik. Ağsafanın Dağkəsəmən kəndi və bir mağara tapdıq. Və bunun deyilənə görə başqa bir yerində də olmalıdır mağara. Onu da tapsaq sizə göstərəcəyik. Hələ ki yorulmamısansa o birisi mağaranı da axtaraq tapaq da. Tapaq qardaşım. Çünki izləyənlərə də maraqlı ola bilər. Çıxmaq asandır, buradan düşmək çətin. İnşallah yıxılıb birtəhər olmarıq. Evdə də baxırlar, deyirlər, abalam, bəhsi. Sənə demədik mi çıxma dağa daşa. Haradasa bax, buralarda olmalıdır. Deyilənə görə. Aha. Bəxtiyar, bax buradadır. Bax bura. Bura çox qəribə bir yerdir. Bura tam tunel kimidir. Bax bura. Görsən bura? Bura biraz həqiqətən digərindən, digər mağaradan daha fərqlidir. Amma içəridə su axıntısı var. Hardan sızır, bəlli deyil. Tamamilə təbii bir mağara, Dağkəsəmən kəndində dünya əhəmiyyətli bir abidə deyilir bura. İndi artıq tarixçəsini yəqin ki, alimlər tədqiqat nəticəsində təyin eləyərlər ki, buranın yaşı, buranın yaranma tarixi, kimlər məskunlaşıb, necə olub. Amma bizə qalan odur ki, bizə düşən daha doğrusu çəkib göstərmək və sizlərə tanıtdırmaq. Onda gəl ağrın alayım, başına dönüm, Ağstafada qadan alır. Ağstafaya hələ təzə ayaq basmışam ki, bu qədər maraqlı aləmlə rastlaşdım. Gör indi buranı biraz da gəzsəm nələr görərəm. Mən gəzməyə davam edəcəyim. Siz istəyirsiniz biraz dincəlin. Gələn dəfə üçün də heç kəsə görüş təyin etməyin. Çünki gələn həftənin çərşənbə günü yenə də mən gələcəm. Ağstafada qarşılaşdığım maraqlı faktlarla sizi tanış etməyə. Siz evdə, mən isə yollarda.